Hər şey könül bağlayanda deyirəm, bunun müddəti nə qədərdir? Az deyə mənlidir. Ona deyək, bağlansan sonra qopmaq çətin olacaq problem. Bunun müddəti nə qədərdir? Bu sualı verəcək. Bağlanıb sonra qopma da, bağlanma əvvəldən. Çünki qopma ağırlı bir prosesdir. Bir şey desən ki, bu aradan gedəcəklə vəssalam, mənlik deyil. Sən sağ, mən salam. Mən səndən istifadə edəcəm, bəhrələnəcəm, amma sən nəsən ki, məsələn, könül bağlı. Həqarət gözü ilə adam baxsın müvəqqəti şeylərə. İnsana yox ha, insana şəxsiyyət cəhətdən hörmət eləsin. Amma bağlanmaq baxımından elə insana da. Elə insana da bağlanmaq cəhətindən elə yanaşsın. Ona həyat çox xoş olur. Həyat çox ləzzətli olur. Adamlar elə bir ki, dünyanı sevəndə həyat gözəl olur. Əksinə, dünyanı sevən adam, könül bağlayan adam, müvəqqəti şeylərə bağlanan adamın həyatı necə xoş keçə bilər. Əksinə, həmişə stres içində. Ay, birdən əlimdən çıxardı, əldən çıxdı, o getdi, bu gəldi. Hele, hey, o heç vaxt ləzzət ala bilmir dünya həyatından. Ariflər isə nəyəsə fəda eləmir. Ariflər müvəqqəti şeydən keçir, keyf eləyir. Ne üçün keyf eləyir? Çünki daimi şeylərə bağlanır. Daimi şeylərə bağlandıqca feyz gəlir axı adama. Arif niyə görə yayınmır dünyaya? Çünki Allahdan hər an ona feyz nazil olur. Diqqəti yayınanda feyz kəsilir, keyfdən məhrum olur. Öz keyfi üçün arifdir. Kimisi nəyəsə fədakarlıq eləmir.